Salam dostlar, biz bugün futbol kartları açılım edəcək. Bu da dostlar, bunlar 2024 Şampiyonlar Ligi kartlarıdır. Dostlar, biz üçünü mənim dostlarım seçib. Bunu Əkbər, bunu Heydər, bunu da Azər. Bu ikisini də mən seçmişəm. Birinci öz açdıqlarımdan başlayacağım. Öz seçdiklərimdən başlayacağım. Mən belə açacağım. Siz buradan görəcəksiniz. Belə eləyək. İnşallah ki, yaxşı kart çıxar. Nə çıxacaq bilmirəm. Mən bir gözüm bağlayayım, sizə tərəf eləyim. Mən də kartın nə olduğunu görməmişəm. İnşallah ki, saqqızı bu tərəfə qoyaq. 10 manat çıxdı. Bu kimdə ola? Keylor Navas gözəldir. Gözəl qapçıdır bu. Paris Saint-Germain'in Paris Saint-Germain'in mi lan? Evet, Paris Saint-Germain'in qapçısı buradan görürsünüz. İlk kartımız budur. Pis değil. İndi yine özüm seçtiğim bir kartdır. Gözlerimi bağlayırım. İnşallah yine yaxşı kart çıxıb. Baxam. Gavi də pis değil hələkilik. Buraya qoyuruq. Çıxartdığımız kartları. Burada yine 10 manat ve saqqız. Kutunu da buraya atırıq dostlar. Görürsünüz burada. Kameraman da qardaşımdır. İndi işte dostlar başlayırıq. Bu deyəsən Azərin seçdiyi kartı idi, bilmirəm. Belə eləyirik. İndi ondan saqqızı belə qoyuruq. Bu pul. İndi kart nədir? Evet, Gavi yine deyirəm. 2 kartımız qalıb. Burada göstərirəm Gavi və Navas. Kartlar belə qoyuruq. Bəli dostlar, indi bu Əkbərin seçdiyi deyəsən. Əkbər dostumu da buradan salamlayıram deyəsən, o da videomuzu izləyir. Çıxardım. Yenə Gavi. Dostlar, bugün Gavi bizi bırakmır yani. Çok Gavi çıxdı. Artık başka bir kart istəyirik və kutuları atırıq. Son bir kart dostlar. İnşallah ki Azər mənə bəxtli bir kart sunub. Evet, mən sizə də kart hələ göstərməmişəm. Dostlar, buradan 20 manat saqqız. Və dostlar, kartımız Fernan Torres dostlar. Yaxşı bir kartdır. Dostlar, bugünlük artık böyle videoların devamını istəyirsinizsə daha çox kartlarla gələcəm. Görürsünüz, indi 5 kart açılımı elədik və daha başka da kartlarla başka kartların sayısını çoxaltıb başka videolar çəkəcək. Eğer böyle videoların devamını istəyirsinizsə yorumlara yazmayı unutmayın və hədəfimiz 60 abonədir. Sizdən abone olmağı, like atmağı və yorum atmanızı istəyirəm. Bugünlük videomuz bu qədər. Sağ olun dostlar.